Salam dostlar, yorulmayansınız, keyfi sazdır. Bir dənə yetimcan qəzasını öyrədirəm biraz. Rahatdır, özü də qərib adımcan, kədu, biber, pomidor, sarımsaq, yeralma, bir də soğan. Bir də ki 6-7 dağdakı ədviyyəcatdır, olaya izafə edəcək o. Əziz dostlara öyrədim, özlərində pişirmədə rahatdır. Bunları qəşəng səlqə ilə gözəl doğrayacaqsınız qablamanın içərisinə. Hamısını bizi doğrayacaqsınız. Gördüğünüz qardaş. Rahat. Əlbəttə bunlar mən yumuşam, amadə eləmişəm. 5-10 dəqiqədə yumaqları çəkibdir. Soymaqları, yumaqları. Hamısını bizi doğrayacaqsınız. Biber acı değil, mən 3-4 dənə attım içərisinə. Ki çox təlx olması. Bu da kədudur. Kədu vursa bəzən vurar, bəzən vurmaz. Biraz da buna sümük suyu tökəcəksiniz. Yox. Kullan qıç ağrısınız ağrısıyla 3-4 gündəki bu halətdə qəzacülük yesəz, hər kəsin yuxusu gəlməsə ha gecələ 50 olsa. Bu qəza yeməklə yuxusu gəlmək həmanı. Kullan əsab davasıdır. Gördünüz. Yap rahat. Soğan da tamamı qəzaların ləzzətidir. Gördü. Bu da sarımsaqdır. Tüm bunlar tazadır sarımsaq. Elə mən qabıqlı bunları saldıram. Elə ləzzəti də oradadır. Ki qabıqlı salasan da yaşdır da, yəni tazadır da. Ondan sonra bu qızılgüldür. Bir zəynə vurısıza seron əzazına gözəl. Sarı köy və hətti kahve. Darçin, pudruşoda, atçana vurun ki qəşəng doğruda qəza. Qərə biber. Bu da duzdur. Bir de sümük suyu izafə edəcək bunlara. Bir qaşıq da yağ tökürük. Bunu eləsin, biraz hallaşdırsın. Yox. Tabi yarısına da su tökəcək. Yarısına da su tökəcək. Gördü.
Bu oldu nə mənə? Yetimizə. Ondan sonra altın yandıracı yox, hududən. Bir yarım saat qalacaq bu halət. Təqdim tamam əzizlərimizə. Bu da yetimzədə kullan əsab davasıdır. Yəni o kağıdı ilə qərəb adımcan, o adamların ki əslən yuxusu gəlmir, onu vurub yiyibdi, məzundur. Məzun elə aramışa gətirəcək ki, 3-4 gün yiyib məğzi cüylənəcək, qəşəng rahat yatacaq, istirahat edəcək. Təqdim tamam əzizlər. Əzizlərə olaydılar ki, bizi piçi dombalaylanmasından təşəkkür qədrlərini edir. Ya Ali, Allaha tapşırdı.